Rusiya ordusunun Kiyevə həyata keçirdiyi çox kombinasiyalı və kütləvi hava hücumu nəticəsində hədəf yenə də əsasən yaşayış binaları olub. Mən dayandığım məkan da Kiyevin Salomisk rayonunda yerləşən 5 mərtəbəli binanın önüdür, hansı ki, hava hücumu zamanı dronlardan biri bu binaya dəyib və təəssüf ki, 12 yaşlı uşaq həlak olub. Və onu da qeyd edək ki, bu binaların ətrafında hər hansı bir hərbi və strateji infrastruktur yoxdur. Tam olaraq yaşayış binalarıdır və ümumiyyətlə bu gecə hava hücumu nəticəsində paytaxt Kiyevin 7 rayonunun 20 lokasiyasında bu cür dağıntılar qeydə alınıb. Hamısı da yaşayış binalarıdır və onu da qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə hava hücumu zamanı 600-ə yaxın drondan və 48 müxtəlif tipli raketlərdən istifadə olunub və əsas hədəf paytaxt Kiyev şəhəri olub və hazırda da dağıntılar təmizlənməkdə davam edir və onu da qeyd edək ki, Kiyevə hava hücumu nəticəsində ümumilikdə 4 mülk şəxs həlak olub, ondan artıq mülk şəxs isə xəsarət alıb.